Mingəçevir şəhərindəki Kür Təlim Tədris İdman Mərkəzində ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş su polosu üzrə Prezident Kuboku beynəlxalq turniri start götürüb. Öncə xatirə turnirinin açılış mərasimi keçirilib. Yarış təşkilatçıları və qonaqlar idmançıları salamlayaraq onlara uğurlar arzulayıblar. Bu il turnirdə 6 komanda iştirak edir. Yarışda Azərbaycanı 2 komanda təmsil edir. Biri yaşlı, digər isə gənclər komandası. Millimizlə yanaşı Gürcüstan, Belarus, Özbəkistan və Macarıstan komandaları da beynəlxalq turnirdə qüvvələrini sınayırlar. Turnir 2015-ci il ilk Avropa oyunlarına hazır xarakteri daşıyır. Özbəkistan istisna olmaqla bu komandalar eyni tərkibdə Bakıda keçiriləcək oyunlarda iştirak edəcəklər. Keçən ilin tədbirində cəmi 4 dənə komanda var idi. Bu tədbirdə 6 komandadır. Baxmayaraq 2 dənə komanda bizim Azərbaycan komandasıdır. Biri cavan uşaqlardır. İnşallah bizim onlara böyük ümidlərimiz var. Siz bilirsiniz ki, bizdə Olimpiya oyunları olacaq 15-ci ildə və 16-cı ildə Allah qoysa biz çalışacağıq ki, lisenziya alaq. Biz də su idman növləri kimi iştirak edək. Qeyd edək ki, Prezident Kubokuna mayın 8-də yekun vurulacaq. Qalib gələn komandalar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.